ümumiyyətlə IPO bazar, kapital bazarları bizdə yeni daha inkişaf mərhələsinə qədəm qoyduğu üçün bizdə bir tarixdən gələn istifadə olunan produktlar var və onların alternativi olan nisbətən bizdə yeni olan produktlar var idi. Bununla bağlı ilk gündən bəri, hətta bizim IPO-nu elan etməmişdən qabaq da biz çalışırdıq ki, müxtəlif kanallar vasitəsilə daha çox educational, təlimləndirici videolarla və ya kontentlərlə bu məsələyə toxunaq. Sırf depozit və səhmlər arasındakı fərqlər. Məsələn, bizim gördüyümüz ki, hansının üzərində ən çox çalışmalı olduğumuz, ən çox fərqlərini insanlarla bölüşməli olduğumuz məqam bu idi. Bir çox hallarda insanlarımız depozit və səhmləri bir-birinə müqayisə edərkən daha çox onlar arasındakı fərqə baxırdılar və eyniləşdirməyə çalışırdılar. İlk gündən, hətta dediyim kimi elan edilməmişdən qabaq belə ilk olaraq məqsədimiz, bizə olan challenge burada bu iki məhsulun bir-birindən tamamilə fərqli bir məhsul olduğunu insanlarımıza çatdırmaqla bağlıdır. Birində məşhuriyyətinin olması, əvvəlcədən müəyyənləşdirilmiş faizin olması, digərində isə siz şirkətin payçısına çevrilməyiniz, burada dividendlə bərabər eyni zamanda ikinci bazarda bayaq qeyd etdiyiniz kimi trading imkanlarının olması və produktların mahiyyət etibarilə bir-birindən fərqləndiyini bazar iştirakçılarımızla bölüşməyimiz, onlara çatdırmağımız bizim ən böyük challenge-larımızdan biri idi. Məsələn, çünki bizim investor bazarımız daha çox depozit üzərindən formalaşmışdı. Bunu biz çalışırdıq ki, öncədən ən azından insanlarımızla bölüşək və depozitin və səhmin bir-birindən tamamilə fərqli bir instrument olduğunu göstərmək bizim üçün bir challenge olmuşdu və maraqlı bir proses idi. Çox gözəl.